Qorxurlar, hökumətdən qorxurlar, çətinlikdən qorxurlar. Nə bilim, bunu tutacaqlar da insanları. Bu xalqın işıq yolunu, gələcək yolunu mən dilimizdə görürəm. Pensiya verənlər kimdir? Kim durur başında? Hansı qanuna əsasən bu pensiyaları verirlər? Mən onu başa düşmək istəyirəm. Axı bu necədir ki, bu belə olur axı? Bunun bir ölkənin bir yiyəsi var, deməlidir ki, sən nə tər edirsən ki, buna 240 manat verirsən, buna 170 manat. Bizim telekanalların bəziləri Azərbaycan xalqının əleyhinə işləyir. Amma mən deyirəm, Azərbaycan xalqına bir ləkə də o verilmişlər. Bunları bağlamaq lazımdır. Bir ölkədə sosial ədalət olmasa, qayda qanun olmasa, cəza olmasa, o ölkə məhv olacaqdır. Azərbaycanda Sovet dövləti dağılandan sonra kapitalizm qurdular. Belə murdar kapitalizm heç Afrikada da yoxdur. İnsanlara üzünü çevirsin bizim məmurlar. Biri torpağı alır, pulunu verir, torpaq alır, ev tikir, təzdən bu uçurur. Mavilərin gəlib burada para keçirməsi, o biabırçılıq. Bir şey deyim sən, Eurovision sənin marşına bir şey gətirəcəkmi? Yalnız buraya spid gətirəcək, xəstəlikləri gətirəcək. Sən nə ilə tutlanmaqla, şırlaq atmaqla sən birinci yer tutacaqsan? Sizin belə bu globallaşma deyilən şey var ha. Ona Pusat Avropa özü deyib qələt eləmişim mən bunu ortalığa saydım. Mən Azərbaycan xalqının qutuluş yolunu dində görürəm. Mən amma Molla hökumətini də istəmirəm. İndi bizə bazar milləti deyirlər. Bütün dünyanın bazarlarında Azərbaycan xalqı. Və bizim ziyalılarımız da yalan danışır. İnkişaf olsun. Normal ölkə olsun, normal yaşayış olsun, insanların iş yeri olsun, zavodlar açılsın, fabrika niyə açmırlar fabrikanı? Niyə açmırlar?